Biz əslində çox gün ərzində çox az saniyədə özümüzü tapmağa cəhd göstəririk. Amma baxırıq ki, ailə məişət qayğıları, iş, nə bilim, yəni başqa və zaman keçib, vaxt keçib, sən dayanmamısan, sən də daim hərəkətdəsən. Bir gün gedirsən ki, həkimlər sənə deyir ki, gözlə, həkimin qəbulunda qapıda dayananda Azərbaycan reallığı. O ab-havada. Bəli. Azərbaycan reallığı həkimin deməli otağında qapıda dayananda əslində sənin nə iş, nə güc, heç bir şey, yəni gözünə görünmür. Burada bir şey qalır. Sən və bədəninlə. Bəli. Üzbəüz qalırsan. Bu çox çətin bir dövrdə əslində qadınların özləri üçün. Çünki biz hər şeyi atmışıq özümüzə. Əslində burada qadının durmaq məsələsi var. O görüb də durub çəkilmək məsələsi var. Burada qadınlarımıza nə demək istəyirsiniz? O qapıya getməyənə qədər neynəsinlər ki, o qapıda saatla gözləməsinlər? Birinci, özlərinə zaman ayırmağı heç zaman unutmasınlar. Zaman ayırmaq deyəndə bunu istəyirəm açasınız. Zaman ayırmaq, qadının özünə zaman ayırmağı nədir? Qadın özünə zaman ayırmağı gün ərzində özünün rahat hiss edə biləcəyi, özünü eşidə biləcəyi, bu çox önəmli. Özünü eşidə biləcəyi zaman dilimi və yaxud dilimləri ayırsın. Hərənin həyat sürəti bir cürdür. Xanımlar var ki, misal üçün tək övlad böyüdür. Biz indi o xanıma necə deyək, bir neçə saat özünə ayır. Yəni ola bilər iş, uşaq və s. Elə xanımlar var ki, günün bəlirli bir hissəsini özünə ayıra bilir. Dayanmaq, özünü kənarda müşahidə etmək, özünü eşitmək çox önəmlidir. Və bayaq qeyd elədiyimiz kimi öz nəslində olan proqramları bilmək. Bunu tək başına bilmək asan deyil. O aldadıcı olar desək ki, oturun özünüzü araşdırın. Əlbəttə burada dəstək çox önəmlidir. Mən bundan məşğul oluram. Dəstəyə dura bilərəm. Tanımaq, öz köklərini tanımaq, bilmək. Çünki bizim köklərimiz və bizim orqanlarımız, bizim bədənimiz, bizim hisslərimiz əslində bizimlə çox zamanında, yerli yerində danışır. Bizim hisslərimiz, bizim bədənimiz bizlə danışır. Bəli, sadəcə bu qaynar həyatın içində, şəhər həyatının içində özəlliklə bu megapolislərdə yaşayan insanlar, əksər insanlar fikir vermisinizsə, depressiyadan əziyyət çəkirlər. Panik atak ən məşhur hal-hazırda. Panik atakdan əziyyət çəkirlər. Baxırsınız ki, insanın hər şeyi var, ancaq insan heç huzurlu deyil. İnsanın hər şeyi var, amma baxırsan ki, o özündə onun olduğunu hiss belə eləmir. Çünki dayanmır, görmür və ən böyük düşmənimiz də sözün açığı belə qənaətdəyim ki, müqayisədir. Ən böyük bəlamız müqayisədir deyirsiniz. Müqayisə nədir? Müqayisə əslində bir çoxumuzun içində olan bir hissdir, bir düşüncədir, belə deyim. Çünki insanın inkişafı üçün zaman-zaman özünü keçmiş öz versiyası ilə, keçmiş özü ilə müqayisə etməyə də ehtiyacı var. Zaman-zaman öz babında olan, belə deyək, insanlarla müqayisə etməyə də ehtiyacı var. Bu heç də həmişə toksik deyil. Sadəcə biz hər bir şeydə olduğu kimi dozunu qaçıranda bu artıq başlayır bizə qarşı işləməyə. Bəli, müqayisənin də həddindən artıq istifadə eləyəndə biz həyatımızda bu artıq başlayır bizə qarşı işləməyə. Necə? Biz başlayırıq naşükür olmağa. Mən Nərminəm, mənim bu qədər qədərim var. Misal üçün, Aytən xanımın bu qədər qədəri var bu işdə. Kimininsə bu qədər qədəri var. Yəni, hər kəsin həyatda bir qədəri var. Hər kəsin həyatda bir ruzisi var, bir taleyi var. Deyir, qədər çabaya aşıqdır. Türklərin belə bir gözəl sözü var. Həqiqətən çaba ilə biz həyatımızda bir çox şeyləri dəyişə bilərik. Ancaq bizim fokus nöqtəmiz olmalıdır birinci özümüzə. Biz öz keçmiş versiyamızla özümüzü müqayisə etməyə fokuslananda inkişaf bizim xeyrimizə burada gedir. Ancaq biz müqayisə eləyəndə ki, nə bilim, filan qohumun həyat yoldaşı o geyimi geyindi, niyə o belə yaşayır, mən belə yaşamıram, artıq primitiv dərəcədə biz müqayisə eləyəndə burada nə yaranır? Burada biz özümüzü neyinirik? Stimullaşdırmaqdansa əksinə həyatdan soyuduruq. Və əslində əlimizdə olan bir çox gözəllikləri, dəyərlərin fərqində olmuruq. Çünki məsələyə səthi baxırıq.
Və bu artıq vərdiş halına gələndə, vərdiş halına gəldisə, Ümumiyyətlə görmürlər. ümumiyyətlə görmürük və bizim görməyimiz üçün bizə siqnallar gəlir. Başlayır, misal üçün, kin tuturuqsa, misal üçün, qəzəb hissi varsa, məsələn deyirik, heç mənim başım ağrımazdı, son vaxtlar hər gün baş ağrı tutur mənim. Niyə? Nə demək istəyir baş ağrının sönə? Eyni adamsan da bir neçə gün ərzində nə dəyişə bilər qlobal? Misal üçün, əgər havanın üstünə atılır. Havada nəsə var. İndi bu havada nə qədər təsir edə bilər? Müəyyən qədər havada ola bilər, fiziki məsələlər də ola bilər. Qeyd elədiyim kimi bu tibbi açıqlamalar deyil. Əlbəttə, tibbi tərəf hər zaman nəzərə alınmalıdır. Biz məsələnin psixoloji və biraz etimoloji, biraz da bu belə mental tərəflərindən danışdığımıza görə mən qeyd eləmək istəyirəm ki, bizim fizioloji durumumuz bizə hər zaman əslində siqnallar verir. Biz nə zaman düşürük depressiyaya? Nə zaman bizdə o panik ataklar başlayır? Panik atak nə deməkdir? Təşviş hissinin yaratdığı bizə o gələn simptomlar, başını itirmə, bu dəqiqə öləcəm, ürəyim dayanacaq. Halbuki normal kənardan dayanıb özümüzə baxsaq, əslində heç bir şey dəyişmir. Hər şey öz axarında gedir. Bütün bunların kökündə, bəli, özümüzü görməmək, əlimizdəkilərə kifayət qədər şükür etməmək durur və müqayisə, dediyim kimi, lazımsız müqayisə.